Əziz Təhsil TV izləyiciləri, hər birinizi xoş gördük. Biz yenə Təhsil Deyi podkastı ilə sizin qarşınızdayıq. Qonağımız isə Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədlidir. Xoş gəlmisiniz Nicat bəy. Xoş gəlmiş. Nicat bəy, elə başlayaq. Cənab Prezidentin sərəncamı ilə bildiyimiz kimi 4 aprel 2025-ci il tarixində Cənab Prezident elmi müəssisələrin optimallaşdırılması və səmərəliliyin artırılması ilə bağlı sərəncam imzaladı. Bu proses necə gedir? Bu günə qədər hansı işlər görülüb? Bu proses əslində çoxdan düşünülən bir proses idi. Yəqin ki, yadımıza gəlir ki, 2022-ci ildə Cənab Prezident tərəfindən elmin və təhsil inteqrasiyası ilə bağlı bir sərəncam imzalanmışdı. O sərəncam nəticəsində vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasına aid olan bir neçə, təxminən 40-a yaxın elmi tədqiqat institutu Elm və Təhsil Nazirliyinin, daha doğrusu o vaxt Təhsil Nazirliyinin tabeliyinə verilmişdi və bununla da Elm Təhsil Nazirliyinin adı dəyişib Elm Təhsil Nazirliyi olmuşdu. Və ondan sonra sözsüz ki, o həmin sərəncamın içərisində də gələcəkdə bu məsələlərin elmi tədqiqat müəssisələrinin optimallaşması məsələsi ortalığa qoyulmuşdu və nəhayət bunun üzərində çoxlu işlər görüldü. Sözsüz ki, bu bir çox hesablamalar, bir çox belə deyək də qərarlar tələb edən məsələ idi. Çünki həm burada aşağı-yuxarı həmin elmi tədqiqat müəssisələrinin elmi nəticələri, onların fəaliyyəti, onların qiymətləndirilməsi, onların daha yaxşı yolla optimallaşdırılması məsələləri nəzərdən keçirilir. Eyni zamanda burada insan resursları məsələsi, belə deyək, digər infrastruktur məsələləri nəzərdən keçirilməli idi həmçinin və bu məsələlər müəyyən qədər vaxt aldı və nəhayət 2025-ci ildə Cənab Prezident tərəfindən sizin də dediyiniz kimi aprel ayında yenidən belə qərar qəbul olundu ki, həmin müəssisələrin bir neçəsi birləşdirilsin, bir neçəsi universitetlərin tərkibinə verilsin və bu işlər artıq belə deyək də bir start verilmiş şəklinə gəldi və bundan sonra bir neçə gün bundan əvvəl də Nazirlər Kabineti tərəfindən həmin sərəncamın həyata keçirilməsi ilə bağlı artıq növbəti qərar imzalanıb və bu qərarın nəticəsində də artıq konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yəni həmin sərəncamda nəzərdə tutulan elmi tədqiqat müəssisələrinin bir neçəsinin birləşdirilməsi, vahid mərkəzdə birləşdirilməsi, onların daha belə deyək səmərəli fəaliyyətin təşkil olunması üçün, həmçinin eyni zamanda bəzi elmi tədqiqat müəssisələrinin, xüsusən regionlarda olan elmi tədqiqat müəssisələrinin universitetlərin tərkibinə verilməsi məsələsi qoyulubdur və eyni zamanda bunların da maliyyə məsələləri nəzərə alınması göstərilib həmin Nazirlər Kabineti qərarında və bu istiqamətdə işlər davam eləyir. Yəqin ki, bir müddət alacaq bunun tamamilə həyata keçirilməsi və tam olaraq belə deyək də aktuallaşması məsələsi, amma işlər davam etməkdədir. Təxmini bir vaxtlarımı dediniz ki, bir müddət alacaq. Təxmini bir vaxt verə bilirmi? Faktiki olaraq yəni belə deyək də, əslində səhv etmirəmsə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulub ki, onların artıq publik hüquqi şəxs kimi 2 ay ərzində nizamnamələrinin hazırlanması və s. məsələlər, yəni bu sırf hüquqi prosedur məsələlərdir. Bu məsələlər yəqin ki, müvafiq vaxtda, yəni Nazirlər Kabinetinin qərarında nəzərdə tutulduğu vaxtda həyata keçiriləcək. Amma eyni zamanda buradan irəli gələn digər məsələlər var ki, sözsüz ki, bunlar müəyyən vaxt apara bilər. Deyək ki, burada həmin elmi tədqiqat müəssisələrində həyata keçirilən elmi işlərin yenidən nəzərdən keçirilməsi, onların müasir günün tələblərinə uyğun olaraq və artıq yeni ortalığa çıxmış institutların tələblərinə uyğun olaraq yenidən formalaşdırılması, insan resurslarına yenidən baxış və s. Halbuki bu məsələ yəqin ki, biz ayrıca toxunacağıq. Bu məsələlər müəyyən qədər vaxt aparacaq. Sözsüz ki, dəqiq vaxt demək çətindir, amma elm belədir ki, o tələsməyi sevmir də, onun üzərində daha dərindən, daha düşünərək çalışmaq lazımdır. Təşəkkür edirəm Nicat bəy. Nicat bəy, elmi müəssisələrin optimallaşdırılmasından məqsəd nədir və elmi müəssisələrin universitetlərə inteqrasiyası hansı problemlərin həllinə yönəlib? Məsələ burasındadır ki, bizim əgər indi həm Cənab Prezidentin sərəncamına, həm Nazirlər Kabinetinin qərarına fikir versəz, görəcəyik ki, burada biz aşağı-yuxarı, məsələn, eyni istiqamət sahəsi, yəni elmi tədqiqatın təxminən eyni istiqamətlərində fəaliyyət göstərən institutların birgə fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulub. Vaxtilə bəzi hallarda bu institutlar müxtəlif dövrlərdə yaranıb, bəzən fraqmentar şəkildə işləyiblər, amma müasir dövr daha çox nəyi tələb edir? Hamı çox yaxşı bilir ki, hazırki dövrün ən mühüm məsələlərindən biri elmlər arasında o bizim interdisiplinarlıq dediyimiz, müxtəlif sahələrin birləşməsini nəzərdə tutan tədqiqatların həyata keçirilməsidir. İndi tədqiqatlar yalnız bir ana xətt üzrə deyək ki, bir dar sahə üzrədən daha çox onların müxtəlif disiplinləri, müxtəlif fənn sahələrini, müxtəlif elm sahələrinin birləşdirilməsi üzərində qurulub və belə elmi tədqiqatlar
daha tez sənaye inteqrasiya edə bilirlər, onlar sənayedən daha çox sifariş ala bilirlər və onların maliyyələşməsi daha effektiv həyata keçirə bilir, çünki müxtəlif maliyyə mənbələrini cəlb eləmək mümkün olur və bu da müasir dünyanın elmi trendlərinə uyğun olaraq deməli həyata keçirilməlidir. Sözsüz ki, optimallaşmanın ən vacib məsələlərindən biri müxtəlif vaxtilə fraqmentləşmiş, çox dar, qısa elm sahələri üzrə fəaliyyət göstərən elmi müəssisələrin daha böyük bir müəssisədə birləşməsi, onların potensialının güclənməsinə imkan yaradacaq. Çünki təsəvvür eləyək ki, əgər məsələn bizim deyək ki, kimya üzrə fəaliyyət göstərən 2-3 elmi tədqiqat müəssisəsinin birləşməsindən söhbət gedirsə, sözsüz ki, bunlar daha çox həm də yəni kimya, fizika və s. belə fundamental elmlərin həm də ən vacib məsələlərindən biri infrastruktur məsələləridir. Orada yaxşı laboratoriyaların olması lazımdır, orada o imkanların təmin edilməsi lazımdır və bu imkanları ayrı-ayrı müəssisələrdən daha çox bir yerdə müəyyənləşdirmək, ortaya qoymaq və hər bu sahədə çalışan müxtəlif alimlərin bütün infrastruktura, yəni lazım olan bütün avadanlıqlara, infrastruktura çıxışını təmin etmək optimallaşmanın ən vacib tərəflərindən biridir. Eyni zamanda dediyimiz kimi həm interdisiplinarlığın təmin olunması vacib məsələlərdən biridir ki, bu ümid edirik ki, bu cür optimallaşma gələcəkdə sözsüz ki, elmin müasir trendlərə daha uyğun olaraq cavab verməsinə şərait yaradacaq. Bəs bu proseslər gedən zaman struktur dəyişiklikləri necə olacaq? İnsanları ən çox narahat edən məsələlərdən biri də bu proses gedən zaman ixtisarların olması, yəni iş yerlərinin azalması və yaxud da iş yerlərini itirməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı necə deyə bilərsiniz, nə deyə bilərsiniz? Bu barədə məncə, üzr istəyirəm sözünü kəsdim. Yəni elmi müəssisələrin azalması nəzərdə tutulurmu? Elmi məsələlərin azalması nəzərdə tutulur, çünki bəzi elmi müəssisələr birləşdirilir və bu deməkdir ki, əvvəllər 3 elmi tədqiqat müəssisəsi var isə, indi artıq 1 elmi tədqiqat və yaxud da ikisindən biri yaranacaq. Sayı etibarilə azalması nəzərdə tutulur. Amma ilkin dövrdə yenə nazirin dediyi kimi, müəllimin qeyd elədiyi kimi, ciddi şəkildə insan resursları ixtisarından söhbət getmir. Çünki alimlər bizə bu və bütün hallarda lazımdır. Yəni alim töhfə verirsə, o öz töhfəsini verməkdə davam edəcək və ümid edirik ki, belə ciddi ixtisarlara ehtiyac olmayacaq. Onlar həyata keçirilməyəcək. Amma bu artıq zamanın məsələsidir ki, gələcəkdə onların daha da optimallaşması, yəni sizin də dediyiniz kimi səmərəliliyin daha artırılması üçün nələrə ehtiyac olacaqsa, sözsüz ki, dövlət də həmin işlərin görülməsi üçün müvafiq addımlar atacaq. Amma hələlik ilkin dövr üçün hər hansı ixtisarlar nəzərdə tutulmayıb. İndiyə qədər elmi müəssisələr demək olar ki, dövlət büdcəsinə maliyyələşirdilər. Bəs bu optimallaşma sayəsində elmi müəssisələrin kənardan gəlir cəlb etməsinə töhfə verə bilərmi? İqtisadi böyümənin əsasında yalnız alimin elmi nəticəsi deyil, sahibkarın ondan necə istifadə etməsi əsasdır. Yəni sahibkar ondan necə istifadə edir? Alim adətən ideya verir. Amma o sahibkar mühəndisin köməyi ilə həmin ideyanı artıq bir məhsula çevirmiş olur. O iqtisadiyyata töhfə vermiş olur. Doğrudurmu? Və burada vacib məsələ nədən ibarətdir? Və burada sözsüz ki, rəqabət mühiti formalaşır, həmin şirkətlər bir-birinə rəqabət aparırlar və bunun nəticəsində iqtisadi cəhətdən nəyə gəlib çıxırıq? Bir şirkət bir yaxşı məhsul istehsal edir və çox qısa və çox bəsit izah eləməyə çalışacağam. Bir məhsul istehsal etməyə çalışır, o məhsul bazara çıxır və çox yaxşı bir məhsul alınır. Və onun eyni zamanda patentini alır da, sözsüz ki, ilk dövrdə həmişə şirkətlər patent alırlar. Bir müddətdən sonra başqa şirkət görür ki, bu məhsul yaxşı məhsuldur, onun bazarda yaxşı satılır, ona gəlir götürmək mümkündür. O çalışır ki, həmin texnoloji məhsuldan daha yaxşısını istehsal eləsin. Bu zaman o daha yaxşısını istehsal eləyirsə, bu artıq rəqabət mühitində daha qabağa çıxmış olur. Və bu zamanda o texnoloji yenilik daha yaxşısını istehsal eləməkdən ötürü daha yaxşı patent eləmək lazımdır, daha yaxşı elmi icad kəşflər eləmək lazımdır, doğrudurmu? Və getdikcə şirkətlər həmin elmi tədqiqata daha çox pul ayırırlar. Amma bir müddət gəlib çıxır ki, bu rəqabətli mühit o qədər bir-birini artıq belə deyək də ciddi rəqabətə çevrilmiş olur ki, kimsə monopoliyada qala bilmir və s. Bu zaman artıq o rəqabətdə davam gətirməmək, yəni rəqabətə dözmək üçün şirkətlər daha az başlayırlar həmin elmi tədqiqata pul ayırmağa.
Buna bazarın qeyri-səmərəliliyi deyirlər iqtisadi dildə. Və həm bazarın qeyri-səmərəliliyini də və yaxud da bazar iflası dediyimiz. Bunun qarşısını almağın bütün dünyada yeganə yolu buna dövlətin müdaxiləsidir. Burada da elmi tədqiqatda da mütləq dövlətin müəyyən miqdarda həmin elmi tədqiqatı maliyyələşdirməsi, ona investisiya qoyması ən vacib məsələlərdən biridir. Dövlətin tamamilə bundan əlini çəkməsi heç bir halda elmi tədqiqat üçün faydalı bir məsələ deyil. Amma bunun nəticəsində də sözsüz ki, biz başa düşməliyik ki, dövlətin qoyduğu hər pul, hər belə deyək də manat ekvivalentlə belə deyək də Azərbaycan miqyasında desək ki, o eyni zamanda bu və ya digər şəkildə əlavə dəyər gətirməlidir ölkəyə. Bu ya nüfuz dəyəri gətirməlidir və yaxud da bu hansısa artıq iqtisadiyyata töhfə verməlidir, yeni məhsul şəklində olmalıdır və s. Bu nə cürsə bizim üçün bir dəyər qazandırmalıdır. Başa düşmək lazımdır ki, biz hansı sahələri daha yaxşı inkişaf etdirə bilərik. O sahələrə daha çox dövlətin maliyyəsini və yaxud da investisiyasını artırmaq lazımdır. Bu gələcəkdə həm də texnoloji transferə çevrilə bilsin və yaxud da ən azı nüfuza çevrilə bilsin. Nəzərə almaq lazımdır ki, müasir böyümə nəzəriyyələrinin də, iqtisadi böyümə nəzəriyyələrinin demək olar ki, hamısında ən vacib məsələlərdən biri texnoloji tərəqqi məsələsidir. Azərbaycanın dünyasını dəyişmiş çox nüfuzlu alimləri var. Belə bir şey etmək olarmı ki, məsələn, nüfuzlu elektrik bazalarda onların adından hesab açılıb, onların məqalələrinin yerləşdirilməsi. Bu Azərbaycan elminə töhfə verə bilərmi? Ümumiyyətlə, bu işi kim eləməlidir, etməlidirlərmi? Vaxtilə bizim Elm Ali Təhsil üzrə Dövlət Agentliyinin çox yaxşı bir təşəbbüsü var idi və mənə elə gəlir ki, bu təşəbbüs çoxdan da möhtəşəm təşəbbüs idi və çox ciddi şəkildə bizə töhfə vermiş oldu. Bu ondan ibarət idi ki, biz həmin agentliyin dəstəyi ilə universitetlərimizi təşviq eləyirdik ki, onlar məsələn bizim universitetlərimizdə çox uzun müddət, hətta nəinki dünyasını dəyişmiş, mövcud fəaliyyət göstərən alimlərimizin bir hissəsinin deyək ki, o sizin dediyiniz hesabları yox idi. Elmetrik bazalardakı hesabları yox idi və sözsüz ki, onların çox belə deyək də parçalanmış şəkildə elmi məqalələr orada burada var idi. Və bunu biz artıq universitetlərimizi təşviq elədik ki, onlar həmin adamların təşviq eləsinlər, onlar öz hesablarını açsınlar, öz məqalələrini bir araya gətirsinlər və onlar artıq indekslənəndə həmin alimin və həmin universitetin belə deyək də adına işləmiş olsun. Çünki bu universitetin eyni zamanda reytingi üçün çox vacib məsələdir. Bu iş görüb, bu sahədə bir çox ciddi nailiyyət əldə eləmiş olduq. Məsələn, əgər mənə deyirsinizsə, mənə görə bizim universitetlərimizin bugün, məsələn, xüsusilə reytinqlərdə artıq irəliləməsi, onların adlarının düşməsi böyük əksəriyyətinin bu amillə də çox ciddi şəkildə bağlıdır. Çünki biz elmi tədqiqatımızı ən azı heç olmasa necəsə sahmana sala bilirik. Hələ ancaq belə deyək də tədqiqatın özünü yox, amma onun o formal tərəflərini. Bu istiqamətdə müəyyən işlər görülə bilər. Mənə elə gəlir ki, burada ən vacib məsələlərdən biri mühüm rolu universitetlər oynamalıdır. Sözsüz ki, universitetlər həmin məqalələrin belə deyək də həmin alimlərin adlarının altında formalaşması üçün işlər görə bilərlər. Düzdür, orada müəlliflik hüquqi məsələlər ortalığa çıxacaq. Sözsüz ki, bütün bunların hamısına ciddi fikir vermək lazımdır. Çünki dünya bu istiqamətdə çox ciddi bu məsələlərə çox ciddi yanaşır. Amma bütün hallarda mənə elə gəlir ki, bunları həyata keçirmək və universitetlər burada maraqlı olmalıdır ki, o məsələləri həyata keçirsinlər. Bu nə qədər çox olacaq, az olacaq, effekt verəcək, amma ən azı işləməyə dəyər bu istiqamət. Müşahidəniz necədir? Universitetlər buna edirlər? Universitetlər indi maraqlıdır bu məsələlərdə. Çünki universitet istəyir ki, onun ən azı onda işləmiş, çalışmış, tarixən töhfə vermiş məqalələrin hamısı həmin universitetin adına yazılsın. Universitetin göstəricilərində bu? Universitetin göstəricisidir bu. Elmi və ad və dərəcələrin verilməsinə gələk. Siz necə düşünürsünüz? Hər oxuyan alim olmalıdır və yaxud da ki, bu elmi ad və dərəcələrin verilməsi prosesi sərtləşdirilməlidirmi? Buna müxtəlif yanaşma ola bilər. Sözsüz ki, ən vacib məsələ ondan ibarət ki, biz başa düşməliyik ki, biz doğrudan da həmin o töhfə verən adamlara alim deyəcəyik. Yəni o adamlar alim olacaq. Yəni biz o adamlara alim eləyəcəyik ki, alim adı verəcəyik ki, ən azı o adamlar həqiqətən elmə töhfə veriblər. Bu və ya digər şəkildə töhfə veriblər. Bu bizim üçün vacib məsələdir. Amma onun elm pilləsində irəliləməyin də müxtəlif şərtləri mövcuddur dünyada. Yəni siz sözsüz ki, elmə ilk qədəm qoyanda çox kiçik addımlarla qoyursunuz. Sonra sözsüz onların o addımlar atmalıdır, böyüməlidir və onlar sizi artıq doğrudan da tanınmış bir alim kimi, nüfuzlu bir alim kimi yetişdirməlidir. Ən vacib məsələ ondan ibarətdir ki, müasir
dünya elmində mövcud olan standartlardan istifadə edib, biz sadəcə həmin alimləri o cür formalaşdırmalıyıq. Yəni, alim məqalə yazmalıdır, alim daim öz üzərində işləməlidir, alim daim tədqiqat aparmalıdır, onu hardasa ötürməlidir, alim bütün bunların hamısını həyata keçirir. Bu sərtləşmə demək deyil. Bu sadəcə olaraq müasir dövrdə alimin elə strukturundan ibarətdir. Olması lazım olur. Bunlar olması olan məsələlərdir. Biz kimsə bunu eləmək istəmirsə, kimsə elm bir dəfə belə deyək də elmlər fəlsəfə doktoru adını alıb, bundan sonra heç vaxt artıq elmdə yenilik eləmək istəmirsə, mənə gəlir ki, bu zaman artıq bazardan, yəni bu belə deyək də bazar dediyimiz məsələ tənzimlənən hissələrlə söhbət oradan gedir. Məsələn, universitet onu artıq məsələn bir dəfə müqavilə bağlayacaq, üçüncü dəfə universitet üçün artıq yükə çevriləcək. Çünki universitetə məqalə gətirmirsə, qrant gətirmirsə, elmi kəşf vermirsə, universitet deyəcək ki, bu mənim nəyimə lazımdır. Cəd bəy, bəs illərdir deyirlər ki, gənclər elm sahəsindən uzaqlaşır. Daha açıq danışsaq, hələ ki bizdə onları tam şəkildə elmə cəlb eləyəcək şərait yoxdur. Bəs bunun üçün gənclərin elmə həvəsinin artırılması, elmlə məşğul olmaları üçün necə bir şərait yaradılmalıdır? Bir elm həmişə daim fədailəri sevib, qoruyub saxlaya bilir. Yəni, elmə gələn adamlar adətən, yəni o elm təşnəsi olan, elmə susayan, elmlə məşğul olmaq istəyən adamlar, onlar böyük pul qazanmaq istəyən adamlar olmurlar heç vaxt. Yəni, zaten olsalar gedib başqa sahədə çalışarlar. Çünki elm başlayanda da, müəyyən müddət ərzində də heç vaxt çox böyük və ciddi gəlirlər gətirmir. Amma sözsüz ki, gəncləri elm sahəsinə belə deyək də, təşviq eləmək lazımdır. Bizim bu sahədə bugün çox ciddi problemlərimiz var və bunun da səbəbi bir çox hallarda belə deyək də, ondan irəli gəlir ki, bizdə o standartlar ən azı dünyada mövcud olan, bizim hətta belə də gəlirlərə malik ölkələrdə, eyni tipli ölkələrdə olanlardan kifayət qədər aşağıdır. Bunun da müxtəlif səbəbləri var, obyektiv və subyektiv səbəbləri var. Əgər gənc başa düşəndə ki, o elmə gələndə hansısa layihədə iştirak eləyəcək, o layihə qrant layihəsidir, oradan pul qazanır, o işin bir hissəsini görəndə oradan daha çox əmək qalmış olacaq və s. Və bu halda o elmə daha çox gəlməkdə maraqlı olacaq. Və ən vacib məsələlərdən biri, elm həm də təkcə pulla ölçülən məsələ deyil. Biz illər boyu çox təəssüf ki, ölkəmizdə və bizim ciddi problemlərimizdən biridir. Biz elmə sevgini təşviq etməmişik. Yəni, bizim elmi populyarlaşdırma adlanan bir hissəmiz demək olar ki, olmayıb. Biz çox, bəlkə mən sizə desəm, çox barmaqla sayıla biləcək adamlarımız olub ki, onlar həqiqətən elmi populyarlaşdıran adamlar olublar. Yəni, adamlar elmi ona görə sevir ki, o kiməsə baxır, o dediyindən daha yaxşı maraqlanır və s. Elm populyarlaşmadıqca, yəni o sahə ciddi inkişaf eləmədikcə, elmi həqiqətən sevmək istəyən, ona bağlamaya, bir şeyi sevmək istəyirsən, sevəcəksənsə, birincisi elm sevgi məsələsidir, dediyimiz kimi, ən vacib məsələ sevgi məsələsidir. Amma sevmək üçün də o şeyi görmək lazımdır. Görmədiyin şeyi sevməyəcəksən axı. Doğrudurmu? Yəni siz onu görəcəksiniz. Onu göstərən adamlar lazımdır ki, bax bu elm bundan ibarətdir. Bunun yaxşısı, pisi, bunun o belə deyək də o sevdirə biləcək nədirsə o amilləri göstərmək lazımdır. Ondan sonra bəziləri ona vurulacaq, onun dalıcan gedəcək, məcnun olacaq və s. Bəziləri də sevməyəcək, yarı yolda buraxacaq, boşanacaq elmdən. Amma bütün hallarda bir şərait yaradılmalıdır. Sözsüz. Əlbəttə, təşviq mexanizmləri mütləq olmalıdır. Çünki ilkin dövrlər üçün bu vacib məsələdir. Adamları bir müddət saxlamaq lazım. Amma sonradan dediyim kimi də elm gəlir gətirməyə başlayanda ona gələn çox olacaq. Nicat müəllim, sualım belədir ki, ümumiyyətlə biz aydınlaşdıraq ki, universitetlərin əsas işləri nə olmalıdır, əsas vəzifəsi nədir? Əgər bir universitetdə tədqiqat aparılmırsa, orada yeni bir kəşf yoxdursa, ora universitet demək olarmı? Digər müəssisələrdən fərqi nə olur oranın? Gəlin belə danışaq da, məsələn, dünyada universitetlərin vahid formasını tapmaq kifayət qədər çətin məsələdir. Amma universitetlər adətən o belə deyək də mühit, o sahədir ki, o təsisatdır belə deyək ki, onlar ən azı elmin müxtəlif sahələrində bir tədris həyata keçirirlər, iki tədqiqat həyata keçirirlər. Bu müxtəlif sahələrdədir.
Universitet adına malik olan qurumların dünyada aşağı-yuxarı böyük hissəsi həm də tədqiqatla məşğul olur. Amma eyni zamanda sırf tədrisə fokuslanmış universitetlər də mövcuddur. Yəni siz bunun adına universitet deyə bilərik, bunun adına institut deyə bilərik, bunun adına məktəb deyə bilərik. Yəni bir bölünmə mi olmalıdır? Bölünmə ola bilər. Aha. Yəni bu istisna deyil. Belə hallar var, xüsusən belə dedik, kontinental Avropa ölkələrində belə bölünmələr mövcuddur. Politexniklər ayrılıb, tam universitetlər, komprehensiv universitet dediyimiz universitetlər ayrılıblar, fərqli istiqamətdə fəaliyyət göstərirlər. Amma yəni ümumilikdə həm tədqiqat, həm təhsillə məşğul olan universitetlər də var. Daha çox təhsilə, tədrisə köklənmiş universitetlər də dünyada mövcuddur. Bu cür universitetlər də var. Onlar sadəcə belə deyək də əmək bazarı üçün kadr hazırlamaqla məşğul olurlar. Belə başa düşdüm ki, bizim universitetlərin çoxusu əmək bazarına kadr hazırlamaqla. Bizim universitetlərimiz tarixən yarananda belə yaranıblar. Onlar əmək bazarına kadr hazırlamaq üçün formalaşıblar. Çünki onlar böyük Sovet təhsili sisteminin bir hissəsi olublar. Azərbaycan böyük Sovet elmindən yalnız çox kiçik bir pay əldə edib. Yalnız bu bir neçə universitet. Ona görə də məsələn bizim bir neçə universitetimiz olub, digər institutlarımız olub. Adları belə idi. O vaxtlar institutlar var idi və bir də universitet, bir neçə universitet var idi aşağı-yuxarı. O universitet o deməkdir ki, orada həm tədqiqat baş verirdi, həm tədris prosesi baş verirdi. İnstitutlar adətən daha çox tədrisə fokuslanmış. Düzdür, orada da tədqiqatlar var idi, amma onlar daha çox tədrisə fokuslanmış təsisatlar idi, qurumlar idilər. Bunun da olması çox normal bir şeydir. Yəni biz Azərbaycan kimi bir dövlətdə çox böyük, məsələn bizim indi hal-hazırda 51 deyək ki, universitetimiz aşağı-yuxarı fəaliyyət göstərirsə, biz heç vaxt deyə bilmərik ki, bizim 51 universitetimizin hamısında yüksək səviyyəli tədqiqat olacaq. Bunu gözləməyə də dəyməz. Təsadüf edək ki, bizim məsələn strategiyada 22-26-cı illər sosial-iqtisadi inkişaf strategiyamızda da strategiyanın sonuna doğru 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulurdu və onun üzərində indi işlər gedir, sözsüz ki. Tədqiqat universiteti ayrıca bir məsələdir. Sözsüz ki, tədqiqat universitetinin həm strukturu fərqli olmalıdır, həm tədris prosesi fərqli olmalıdır, həm maliyyələşməsi fərqli olmalıdır. Seçilibmi həmin universitetlər? Müəssisələr seçilib deyəndə seçilmək üçün meyarlar lazımdır. Ən vacib məsələ odur ki, biz başa düşməliyik ki, biz tədqiqat universiteti nəyə deyəcəyik? Yəni hansı hallarda hansı universitetə tədqiqat universiteti deyəcəyik? O parametrlərə uyğun gələn təsisatlarımız olanda biz onları artıq tədqiqat universiteti elan edəcəyik və onların 2026-cı ilə qədər idi deyəsən. 2026-cı ilə qədər idi. Ümid eləyirəm ki, gələn il biz bunu ən azı heç olmasa meyarlar üzərində bir razılığa gəlib onun parametrlərini. Amma burada başqa məsələ. Baxın, məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, biz sadəcə universitetə, mövcud olan universitetə adını dəyişib X universitet yox, tədqiqat universiteti deyəndə heç nə dəyişməyəcəkdir orada. Doğrudurmu? Heç dəyişməz. Orada nəsə dəyişməlidir ki, biz başa düşək ki, biz buna niyə tədqiqat universiteti dedik? Ən vacib məsələ ondan ibarət ki, biz başa düşməliyik ki, burada həqiqətən tədqiqat baş verir. Ola bilsin ki, tədqiqat baş verən universitet, yəni ciddi tədqiqat olan universitetlərimizdə tədris prosesini fərqli şəkildə həyata keçirmək lazımdır. Ola bilsin ki, məsələn, onlar bakalavr hazırlığına yox, daha çox magistr və doktorant hazırlığına üstünlük versinlər. Çünki tədqiqat orada baş verir. Bakalavr adətən tədqiqat üçün deyil. Magistratura tələbəni tədqiqata hazırlamaq üçündür, doktorantura sırf tədqiqatla məşğul olmaq sahəsidir. Ola bilsin ki, həmin tədqiqat universitetləri dediyimiz universitetlər eyni zamanda fərqli tip maliyyələşdirilməlidir. Yəni onlara tədqiqat üçün əlavə maliyyə verməlidir. Bilirsiniz ki, bugün universitetlərimizin heç biri tədqiqat üçün maliyyə demək olar ki, almırlar. Yalnız fərqli belə deyək də müəssisələri çıxmaq şərti ilə, məsələn, hansı elm fondunun qrantını və s. nəzərə almasaq, dövlətdən heç bir maliyyə əldə eləmirlər. Sonra burada çox ciddi şəkildə kadr bazasına fərqli yanaşmanın görməliyik biz. Əgər bugün bir müəllimin əmək haqqı yalnız onun dərs dediyi saatlardan formalaşırsa, tədqiqat universitetində artıq belə olmamalıdır. Yəni tədqiqatçı adam olmalıdır ki, o bütün vaxtını gedib dərs deməyə yox, eyni zamanda tədqiqata xərcləmək üçün də müəyyən vaxt olsun, zamanı olsun. Və buna görə də o əmək haqqını müvafiq qaydada alsın. Yəni bütün bunlar hamısı kompleks yanaşma
tələb edən məsələlərdir dediyimiz kimi. Bunları nəzərə almaq lazımdır. Və xüsusilə də burada ən mühüm və nöqtə ondan ibarət ki, biz başa düşməliyik ki, biz doğrudan da universitetlərimizə o tədqiqat statusuna uyğun olaraq və həmin tədqiqatı davamlı və dayanıqlı şəkildə həyata keçirmək üçün müvafiq resursla təmin edə biləcəyik. Biz ona əmin olanda artıq həmin o kriteriyalar və meyarlar əsasında tədqiqat universiteti olacaq. O tədqiqat universitetində yəqin ki, mövcud universitetlərdən olacaq da. Biz ondan qırağa heç ara çıxmayacağıq. Və həmin universitetləri sadəcə həmin resurslarla dayanıqlı, sabit şəkildə təmin etmək lazım ki, o adı qoruyub saxlasın və doğrudan da həmin tədqiqat universiteti olsun, onun da nəticəsi olsun cəmiyyət üçün. Təşəkkür edirəm. Ali təhsildə dərslik məsələsi də tez-tez müzakirə olunur, Nicat bəy. Amma belə bir məsələ də var ki, əgər onların elektrik bazalara çıxışları olsa, belə bir problemləri də olmaz. Siz necə ümumiyyətlə nazirlik olaraq, Elm və Ali Təhsil Dövlət Agentliyi, bu universitetlərin bu məsələ müzakirə olunurmu? Bizim universitetlərin, nəinki universitetlərimizin, bütün ölkədə fəaliyyət göstərən, istər Elm və Təhsil Nazirliyinə tabe olan, istər olmayan, istər universitetlərimizdə olan, Azərbaycan demək olar ki, bütün elmi tədqiqatla məşğul olan bu və ya digər şəkildə həm universitetlərin, həm elmi tədqiqat müəssisələrinin hamısının iki ən böyük elmi tədqiqat çıxışı var. Bəs problem nədir onda? Söhbət hansı problemlə? Məsələn nədən ibarətdir? Onlar metrik bazalara çıxışları var. Onlar ən azı oradan belə deyək də axtarış eləyib məqalələr tapa bilirlər. Məsələ ondan ibarətdir ki, yəni o resursdan istifadə eləmək məsələsi var. Bizim nə qədər alimimiz, tələbəmiz və s. o resurslardan istifadə edirlər. Bundan ötürü ən vacib məsələlərdən biri sözsüz ki, müvafiq ən azı dil bilgisinin olması lazımdır. Ona görə ki, dünyada yazılan məqalələrin 80-90% ingilis dilində yazılır. Və yaxud da fərqli başqa dillərdə yazılır. Birinci məsələ budur ki, alimlərin də, tələbələrin də dil biliklərinin olması vacibdir ki, o sahələrdə ən azı məqalə ilə tanış olub onu oxuya bilsinlər, axtarış eləyə bilsinlər. İkinci sözsüz ki, metodologiya, elmi axtarış və s. onu bilmək lazımdır ki, yəni o tədqiqatda necə ondan istifadə edəcək. Mənə elə gəlir ki, problemlərimiz hələ ki bundan qaynaqlanır daha çox ki, bizim çox təəssüf ki, indi sözsüz ki də nəzərə almaq lazım ki, alim 30 ilə 40 ilə yetişir. 30 il 40 il əvvəl də əgər adam universitetdə başlayanda adamın 17 yaşı var isə, bunun hardasa 50, 60, 70 yaşı olan adamlardır. Düzdür, gənclərimiz də var. Gənclərimiz daha aktivdirlər və ingilis dili bilənlərimiz çoxdur. Amma o dövr üçün ingilis dili vacib deyildi, rus dili vacib idi. Adamlar rus dilində oxuyurdular, tapırdılar. Amma indi artıq o mühit deyil. İndi tamamilə fərqli mühitdir. Və bu normal. İndi yeni gələn nəsil sözsüz ki, artıq ingilis dili mətnlərdən istifadə edəcəyin çıxışları olacaq və sözsüz ki, biz bu çıxışın artırılması üzərində də düşünürük daim ki, məsələn, bizim ola bilsin ki, hansısa məqalələrin tam mətninə çıxışımız yoxdur, bu bizim üçün vacibdir, o zaman bunu fərqli şəkildə. Amma bunun üçün dediyimiz kimi də sifariş olmalıdır. Bax, dövlət bugün, Azərbaycan dövləti həmin elmi metrik bazalara çıxış üçün, bu təxminən 100-dən çox elmi müəssisəyə, universitet və elmi müəssisəyə şamil olunur. Onların çıxışları var. Dövlət buna kifayət qədər ciddi vəsait xərcləyir. Amma eyni zamanda biz başa düşməliyik ki, bunun nəticəsində biz nə əldə edirik? Biz dövlətin, xalqın pulunu xərcləyirik bunun üçün. Və bunun nəticəsində də yəni həqiqətdə baxanda biz, yəni loqlara baxanda, girişlərə baxanda görürük ki, yəni bizim istədiyimiz səviyyədə deyil o girişlər. Daha çox olmalıdır. Bəs bunun üçün nəsə işlər görülürmü, təşviq? Sadəcə alimlər işləməlidirlər, oxumalıdırlar, daim özlərlərində işləməlidirlər. Bundan ötürü də onların təşviqi olmalıdır. Yəni bu dediyimiz kimi də toyuq yumurta məsələsidir. Başa düşdüm. Çox sağ olun Nicat bəy, təşəkkür edirəm. Mənim suallarım bu qədərdir, amma bizim mikrofonumuz sizin üçün açıqdır. İstədiyiniz məlumat, informasiya, yenilik nə varsa bizə çatdıra bilərsiniz. Çox təşəkkür edirəm. Təhsil sahəsi elə sahədir ki, orada hər gün yenilik baş verir və ümid edirik ki, bu yeniliklərimiz cəmiyyətin inkişafına doğru yönəlib və düzdür, biraz uzun müddətdən sonra özünü göstərmiş olur, amma əminik ki, gördüyümüz işlər cəmiyyətimizin həyatına töhfə verəcək işlərdən ibarətdir ən az. Çox sağ olun. Təşəkkür edirik bir daha minnətdarlıq gəldiyiniz üçün. Əziz Təhsil TV izləyiciləri, bizdən bugünlük bu qədər. Gələn həftə yenidən qarşınızda olacağıq. Hələlik.